Birləşmiş Ştatların Ermənistanla nüvə sahəsində əməkdaşlıqla bağlı saziş imzalamasına Rusiyadan reaksiyaların ardı arası kəsilmir. Bu dəfə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Shoygu Ermənistanda inşası gözlənilən kiçik modul nüvə reaktorları ilə bağlı mövqeyini açıqlayıb. Bildirib ki, bu proses praktiki mərhələyə keçərsə, Moskva nüvə təhlükəsizliyinin yeni risklərini nəzərdən keçirməyə məcbur olacaq. O, Ermənistanın yüksək seismik zonada yerləşdiyini xatırladaraq, Sovet dövründə inşa edilən Metsamor Atom Enerji Stansiyasının 1988-ci il zəlzələsinə davam gətirməsini xüsusi mühəndislik yanaşmasının nəticəsi sayıb. Ermənistanda Sovet mühəndislər tərəfindən atom elektrik stansiyasının tikintisi zamanı istifadə olunan nadir texnologiya 1988-ci ilin dağıdıcı zəlzələsinə uğurla davam gətirməyə imkan vermişdi. Əgər ABŞ texnologiyaları ilə kiçik reaktorların tikintisi praktiki mərhələyə keçərsə, Rusiya bölgənin digər bütün dövlətləri, hətta Ermənistan xalqı da nüvə təhlükəsizliyinin bu yeni risklərini nəzərdən keçirməli olacaq. Rusiya bu zaman praktik olaraq fərz edəcək ki, ABŞ-nin nüvə texnologiyaları üzrə sınaqları seismik aktiv zonada keçiriləcək. Buna görə də bunu təhlükə kimi nəzərdən keçirmək lazımdır. Shoygunun fikrincə, Birləşmiş Ştatların Ermənistanda kiçik modul tipli nüvə reaktorlarını inşa etməsi Moskvanın maraqlarına ziddir. Bu da Vaşinqtonun mümkün nüvə layihəsini Rusiya üçün strateji və texnoloji risk kimi çərçivələndirir. Mesajın alt qatında isə Cənubi Qafqazda nüvə infrastrukturunun geosiyasi balans elementi olduğu açıq hiss olunur. Shoygunun bəyanatı göstərir ki, məsələ təkcə enerji diversifikasiyası deyil, həm də regionda strateji təsir uğrunda rəqabətdir. Bu baxımdan Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zakharovanın açıqlamaları da diqqət çəkir. O, ABŞ-nin təkliflərinin yalnız kağız üzərində olması fikrini irəli sürərək layihənin reallaşmasına şübhə ilə yanaşıb. Qərb analitiklərinin fikrincə imzalanan müqavilə iki ölkə arasında nüvə texnologiyasının ixracını hüquqi cəhətdən təmin edə bilər. Lakin quraşdırılması nəzərdə tutulan reaktorlar hazırda lisenziyalaşdırma və test mərhələsindən keçir. Planlaşdırılan heç bir kiçik modul reaktorları faktiki işləv vəziyyətdə deyil. Onlar yalnız lisenziyalaşdırma və test mərhələsindədir. Yəni, quraşdırılması gözlənilən reaktorlar praktiki olaraq hələ sınaqdan keçməmiş texnologiya olacaq. Fikrimcə, saziş sadəcə hüquqi bazanı təmin edir. Yəni, reaktorların tikintisi və istismarı üçün Birləşmiş Ştatlar texnologiyasını ixrac etmək və xidmət göstərmək hüquqi imkan yaradır. Tikinti və enerji şəbəkəsinə inteqrasiya mərhələsi gələcəkdə reallaşacaq. Qeyd etmək yerinə düşər ki, kiçik modul reaktorlar ənənəvi böyük nüvə elektrik stansiyalarından fərqli olaraq az enerji istehsal edir. Onların gücü adətən 50-300 megawatt arasında olur. Buna görə də daha çevik və mərhələli quraşdırılma imkanı yaradır. Bunlar digər reaktorlarla müqayisədə daha təhlükəsiz hesab olunur. Çünki sözügedən sistemlərə passiv soyutma sistemləri tətbiq edilir ki, bu qəza və ya təbii fəlakətlər, eləcə də elektrik kəsilməsi kimi fövqəladə hallarda insan müdaxiləsi olmadan müəyyən müddət ərzində reaktorun soyumasını təmin edir. Bu kiçik modul reaktorlar ucqar ərazilər, sənaye kompleksləri və ya şəbəkəyə qoşulmaq çətin olan yerlərdə istifadə etmək üçün əlverişlidir. Ekspertlər deyir ki, hazırda bu sahənin inkişafı üçün Birləşmiş Ştatlarla yanaşı başqa ölkələr də müəyyən işlər görür. Rusiya bu sahədə lider ölkələrdən biridir. Bundan başqa Çin də bəzi layihələrlə kiçik reaktor texnologiyasını test və kommersiya mərhələsinə keçirməyə çalışır. Kanada, Böyük Britaniya, Cənubi Koreya və Yaponiyada texnologiyaların lisenziyalaşdırma mərhələsindədirlər. Yəni söz gedən kiçik modul reaktorların qlobal yayılması hələ tezdir. Ancaq bir müddət sonra bu mərhələlər də geridə qalacaq. Nəticə etibarilə Ermənistanda Birləşmiş Ştatlar texnologiyaları əsasında kiçik modul reaktorların quraşdırılması Moskva tərəfindən həm texniki, həm də strateji risk kimi qiymətləndirilir. Rusiyanın bu saziş ətrafında artan narahatlıqlarının nə ilə nəticələnəcəyini isə zaman göstərəcək.